haqqında danışacağımız stansiya Bakı metropoliteninin ən sadə və maraqlı stansiyasıdır. 1970-ci ildə açılan stansiyaya Ulduz adı verilir. Ulduz stansiyasının iki giriş çıxışı var. Stansiyanın giriş hissəsində isə Ulu Öndər Heydər Əliyevin bu sözləri öz əksini tapıb. Bakı metropoliteni Azərbaycan xalqının milli sərvətidir. Deyə bilərəm ki, ən dəyərli sərvətlərindən biridir. ...1995-ci il 28 oktyabrda Ulduz stansiyasında bədbəxt hadisə baş verir. Həmən gün partlayış nəticəsində alışan vaqonlarda 300-dən artıq insan həlak olur, 280 nəfər isə yaralanır. Həmin gün Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə ölkədə 3 gün matəm elan edilir. Hadisələr zamanı xüsusi fəallıq göstərən Çingiz Babayevə isə ölümündən sonra milli qəhrəman adı verilir. Çingiz Babayevin büstü isə Ulduz metro stansiyasına qoyulub. Bu hadisə dünya tarixində metroda baş vermiş ən böyük faciə kimi Ginnesin rekordlar kitabına düşür. Görə sadə olsa da divarları və sütunları Özbəkistanın qazqan mərmərindən hazırlanıb. Stansiyada səslənən musiqi isə əminəm ki, hamımıza tanışdır. Tofiq Quliyevin bəstələdiyi Tezgər mahnısı Şövkət Ələşbərovanın ifasında ürəkləri necə deyərlər fəth edir. Baxıram yağışa, gedirəm o başa, gəlirəm bu başa. Əziz Bakılılar və şəhərimizin qonaqları, bu həftə biz sizə Ulduz stansiyasından xəbər verdik. Gələn həftə sizinlə Koroğluda görüşəcəyik. Hələlik.